Volvo təkcə maşın deyil, bu milyonların həyatını xilas edən texnikadır. Və indi sənə elə faktlar deyəcəm ki, ağzın açıq qalacaq. Bilirdin ki, onların icad etdiyi 3 nöqtəli təhlükəsizlik kəməri neçə insan həyatını xilas edib? Milyondan çox. Və bu kəməri patentləşdirməyiblər. Buyurun, kim istəyirsə istifadə etsin, tək ki, insanlar sağ qalsın. Volvo uşaq oturacağını geriyə baxan formada ilk təqdim edən şirkətdir. Qalanları deyirdi, uşağı qucaqda otursaz, heç nə olan deyil. Volvo isə, yox, bəsdir, gəlin körpələri maksimum qoruyaraq daşıyaq. 1970-ci ildə onlar artıq uşaqlar üçün qəza testləri edirdilər. Volvo öz qəza testlərini real yol qəzalarının əsasında aparan yeganə şirkətdir və öz məlumatlar bazasını digər firmalara təmənnasız açır. Buyurun, kopyalayın, tək ki, insanlar ölməsin. Ağılsızlıq? Yox, bu fəlsəfədir. Bəs etmədi? Onda bu da sənin üçün digər sübutlar. Volvo dünyada ilk dəfə bunları edib. Toqquşma xəbərdarlıq sistemi, avtomatik əlləc, zolaqdan çıxma xəbərdarlığı, piyada əşkarlama sistemi və yolda heyvanı tanıyıb avtomatik reaksiya verən sistem. Yəni bəzən maşın səndən ağıllıdır. Əgər evə sağ qayıdım deyirsənsə, onda sənə parlaq oyuncaqlar yox, Volvo lazımdır.